Bugün Eltek mağazasından əldə etdiyim DSP fen dəstini öz saçımda sınayıram və başlıqların verdiyi effekti sizə addım-addım göstərirəm. İlk olaraq hava feni başlığı ilə saçımın nəmliyini alıram. Saç tam qurumadan, sadəcə artıq nəm getdikdən sonra daraqlı fen başlığına keçirəm. Bu başlıqla saçımı düzləşdirib daha səliqəli və hamar görünüş verirəm. Burada fərqi də aydın görmək olur. Bir tərəf artıq düzləşib və daha baxımlı görünür. Digər tərəf isə hələ formasızdır. Daha sonra dəstə olan digər başlığı da sınayıram. Bu başlıqla saça yumşaq dalğa və buruq effekti vermək mümkündür. Mən saçın uc hissəsinə içəri doğru forma verirəm. Digər iri fırça başlığı ilə həm saçı həcmli düzləşdirmək, həm də forma vermək üçündür. Mən saçımda havalı düz görünüş üstünlüyü verdim. Sonda saç həm daha səliqəli, həm daha dolğun və canlı görünür. Bir dəstlə saçınızı quruda, düzləşdirə və fərqli formalara sala bilərsiniz. Bəs siz necə? Fenin performansını bəyəndiniz?